Kater məsələlərinə uyğun olan bir neçə dənə məsələnin izahına baxaq. Başlayaq deməli ilk məsələdən. İlk məsələdə bizə qeyd olunur ki, katerin sürəti 35 km bölünsün saatdır. Çayın özünün axma sürəti 2 km bölünsün saatdır. Və bizdən tələb olunur ki, katerin 5 saata axına qarşı nə qədər yol getdiyini təyin edək. Baxırıq ki, burada bizdə axına qarşı nə qədər yol getdiyini tələb olunur. Biz də əvvəlki izahımızda qeyd eləmişdik ki, axına qarşı əgərlərim hərəkətdən danışılırsa, axına qarşı hərəkət zamanı biz katerin sürəti ilə çayın sürətindən istifadə edərək axına qarşı sürəti tapa bilərdik. Axına qarşı sürət bu cür şəkildə təyin olunurdu ki, biz axına qarşı sürət taparkən katerin sürətindən çayın sürətini çıxırdıq. İndi bizdən axına qarşı gedilən yol tələb olunur deyə demişdik ki, yolu tapan zamanı V vurulsun T, yəni sürət vurulsun zaman düsturundan istifadə edirik. Axına qarşı bu düstur necə idi? Axına qarşı hərəkət zamanı sürətimiz katerin sürəti ilə çayın sürətinin fərqinə bərabər olduğundan artıq axına qarşı hərəkətdə yol bərabər olurdu nəyə? Katerin sürəti çıxılsın çayın sürəti vurulsun zamana, yəni T-yə. İndi bizdə katerin sürəti 35 qeyd olunubdur. Deməli, katerin sürətinin yerinə 35 yazırıq. Çayın sürəti isə 2 qeyd olunubdur. Çayın sürətinin yerinə 2 yazırıq. Yəni 35-dən 2-ni çıxacağıq. Deməli, axına qarşı sürətimiz olacaq nəyə bərabər? 33-ə bərabər. Və bizdən tələb olunur ki, 5 saata nə qədər yol gedir? Deməli, axına qarşı sürəti vuracağıq 5 saata, yəni zamana. Deməli, yolu tapmaq üçün 33-ü də 5-ə vuracağıq. Deməli, cəlb alınacaq yolun qiyməti nəyə bərabər? 165 kilometrə bərabər. Deməli, bizdən axına qarşı gedilən yol tələb olunurdu deyə, birincisi, yolun tapılması düsturuna qeyd elədik ki, sürət vurulsun zaman şəklindədir. Daha sonra qeyd elədik ki, axına qarşı sürət katerin sürəti ilə çayın sürətinin fərqinə bərabərdir. Ona görə katerin sürətindən çayın sürətini çıxıb qeyd elədik və alınan sürətin qiymətini, yəni 33-ün zamanın qiymətini hasilini tapdıq. Cavabımız da aldıq ki, nəyə bərabərdir? 165 kilometrə bərabərdir. İndi eyni qaydada kater məsələlərinə uyğun olan digər bir məsələyə baxaq. Məsələnin şərtində bizə deyilir ki, kater çayın axını ilə 4 saata 124 km yol gedibdir. Bizə qeyd olunub ki, çayın axma sürəti 3 km bölünsün saat şəklindədir. Bizdən tələb olunur ki, indi tapaq ki, 7 saata görək axına qarşı bu kater nə qədər yol getmiş olar. Birincisi, axın ilə 4 saata 124 km yol gedibdir. Deməli, biz də yenə burada yolun düsturundan istifadə edəməliyik. Yol nəyə bərabər idi? Sürət vurulsun zamana, yəni V vurulsun T-yə. Amma burada necə hərəkətdir? Çayın axını ilə hərəkətdir. Çayın axını ilə hərəkətdirsə, onda sürətin yerinə nə yazırdıq? Çayın axını ilə olan sürəti yazırdıq. Yəni, katerin sürəti ilə çayın sürətinin cəmini yazırdıq. Vururduq deməli bunu nəyə? Zamana. İndi məsələnin şərtinə baxıram ki, zaman var 4 saata bərabərdir. Zamanın yerinə 4-ü yazırıq. Baxıram, yol var 124-dür. Yolun yerinə 124 yazıram. Daha sonra baxıram ki, buradan çayın sürəti var 3-ə bərabərdir. Çatışmayan nədir? Katerin sürətidir. Deməli, biz bu kəmiyyətlərdən istifadə edərək nəyi tapa bilərik? Katerin sürətini tapa bilərik. Deməli, burada çatışmayan katerin sürətidir. Çayın sürəti 3-ə bərabərdir. Yerinə yazırıq 3-ü. Deməli, bəs katerin sürətini necə tapacağıq? Birinci axtarırıq görək, nəyi 4-ə vuranda 124 eləyir? Ona görə 124-ü böləcəyik 4-ə. Cavabımız alınacaq nəyə bərabər? 31-ə bərabər. Deməli, bu mötərizənin qiyməti nəyə bərabərdir? 31-ə bərabərdir ki, 4-ə vuranda gəlib alınıbdır nə? 124. Deməli, katerin sürəti ilə çayın sürətinin cəmi, yəni axın ilə sürət 31-ə bərabərdir. Bəs buradan katerin sürətini tapsaq onda nə edəcəyik? 31-dən çıxacağıq 3-ü. Katerin sürəti deməli bərabər olacaq nəyə? 28-ə. İndi məsələnin davamı var. Davamında bizdən tələb olunur ki, 7 saata axına qarşı nə qədər yol getdiyini təyin edin. Artıq axına qarşı gedilən yolu tapırıqsa onda nə etməliyik? Bu dəfə axına qarşı sürət, yəni katerin sürəti çıxılsın çayın sürəti, vurulsun zaman düsturundan istifadə edəcəyik. Katerin sürətini tapdıq ki, 28-dir. Çayın sürəti bizə verilmişdi 3-ə bərabər. 28-dən çıxdıq 3-ü. Zamanımız da 7-yə bərabər deyə yazacağıq nə? Vurulsun 7 şəklində.
İndi 28-dən 3-ü çıxacaq 25. 25-də deməli vuracaq 7-yə. Bizə verəcək deməli nə qiymətini? 175 qiymətinə. Deməli təyin elədik ki, 7 saata axına qarşı nə qədər yol gedilmiş olacaq? 175 kilometr yol gedilmiş olacaq. Gələk deməli növbəti məsələyə. Növbəti məsələdə isə bizə verilibdir ki, bu dəfə kater axına qarşı 3 saata 63 kilometr yol gedibdir. Bizə qeyd olunur ki, çayın sürəti 2 km bölünsün saat olarsa, 5 saata katerin çayın axını ilə getdiyi yolu təyin edək. Yenə burada nədən istifadə edəcəyik? Baxırıq ki, yenə birinci cümlədən bizdə yol var. Deməli, yenə demişdik ki, yol necə tapılır? V vurulsun T düsturu ilə tapılır. Amma burada deyir ki, axına qarşı hərəkət edərək bu qədər yol gedibsə, onda sürətin yerinə nə yazmalıyam? Axına qarşı sürət yazmalıyam. Yəni, katerin sürəti çıxılsın çayın sürətini yazmalıyam. İndi yenə baxıram, məndə yolun qiyməti var 63. Çayın sürətin qiyməti var 2, yerinə yazıram 2. Bir də zamanın qiyməti var 3 saat. Amma baxıram ki, katerin sürəti yoxdur. Deməli, buradan istifadə edib nəyi təyin edəcəm? Birinci, katerin sürətini təyin edəcəm. Axtarıram görək nəyi 3-ə vuranda 63 edir. 63-ü 3-ə böləcəyik, olacaq nəyə bərabər? 21-ə bərabər. Deməli, katerin sürətindən çayın sürətini çıxanda, yəni 2-ni çıxanda 21 edir. Deməli, buradan da katerin sürətini tapsam, onda nəyə bərabər olacaq? 21 ilə 2-nin cəminə, yəni 23-ə. Tapdım ki, katerin sürəti 23-ə bərabərdir. İndi mənə deyir ki, axın ilə 5 saata nə qədər yol gedər? Biz dedik ki, axın ilə gedilən yolu tapanda nə edirik? Bu zaman axın ilə olan sürəti zamana vururuq. Onda yol bərabər olacaq axın ilə sürət, yəni katerin sürəti ilə çayın sürətinin cəmi vurulsun deməli nəyə? Zamana. İndi bilirəm ki, katerin sürəti 23-dür. Çayın sürəti əvvəldən verilmişdi 2. 23 ilə 2-ni toplayacağıq. Məndən 5 saata gedilən yol tələb olunur deyə vuracağıq deməli nəyə? 5-ə. 23 ilə 2-ni toplayacağıq, olacaq 25. 25-in də 5 hasilini tapacağıq. Bizə verəcək deməli hansı qiyməti? 125 qiymətinə. Deməli, təyin edirik ki, kater onda 5 saata axın ilə nə qədər yol getmiş olacaq? 125 kilometr yol getmiş olacaq. Bu da dünən izah etdiyim kater məsələlərinə uyğun olan bir neçə məsələ nümunəsidir. Məsələlərə aydın olmayan hissələr, başa düşmədiyiniz hər hansı bir hissə olarsa, yorumda qeyd edə bilərsiniz.